sizin hər birinizə. Nə yaxşı ki, sizlər bugünkü gün bizim üçün bariz nümunələrlə biz canlı həm söhbətik, bu şəraiti yaratdığınız üçün var olasınız. Zaman var idi, Nəbilər, Həcərlər, Nigarlar ülkəsi idi. Amma indi Qarabağın Fatihi, İlham Əliyev və Mehribanlar ölkəsi kimi artıq deyə bilərik. Şükürlər olsun bu günə. Və düşünürəm ki, bir gənc olaraq mən hər zaman düşünmüşəm ki, vətənpərvərlik hissi hər bir insanın daxilindən gələn bir hissdir. Onu nə sonradan üzərində işləyib, təkamül həddinə gətirmək olur, nə də kamillik həddinə aparıb çıxartmaq olur. Və düşünürəm ki, bugünkü gün bir vəhdətçi olaraq, vəhdət sözünün özü zaten birliyə cəlb eləməkdir. Mərkəzə dəstək, yapa dəstək və hətta bugünkü gün dövlətimizi, dövlətçiliyimizi, suverenliyimizi, eləcə də konstitusiyamızı, bax bugünkü günümüzü yaşadan gözəl siyasətçilərimiz, yəni Ulu Öndərin gözəl siyasəti, İlham Əliyevin səfərbərlik əzimlə səfərbər olması, bütün siyasəti dünyaya təqdim eləməsi, eləcə də hətta deyərdim ki, Əliyevlər ailəsi tamamilə bugünkü gün dünyaya səfərbər olub, öz əziyyətlərinin bəhrəsini biz Azərbaycana yaşadır. Ona görə də bir olaq, vəhdət olaq, partiyamızı da sevərək